Yeyim gören bir belaya düşmüşem, hansını yeyim gören biri tatlı bakır, biri gemzeyle bakır. Diya canım, hoş geldin. Nasılsın? Karpuz yedim ha. Direkt bir yüzden alayım. Bir manda düşüyor şurası karpuzun. Nerede az? Yediğin arkanda, yemediğin arkanda. Miau miau miau. Ben de istiyorsun, hatta sen öz yemeğin var. Öz yemeğini vereceğim. Bir de miau diyorsa, gömsel. Şu tomat. Şekil olsun, şunu alayım ben. Gidin. Ventilatörde getir, ventilatörü hara koyacağım ben. İlmi oradan koyalım, dağdan koyalım ha. Yaxşı, sağa da vereceğim. Tiyat, Lara hoş geldin. Necəsən Laracığım? Tiyat, çok sağ ol, benim ömrüm, günüm. Neyse, teşekkür ederim sana. Bir şey mi aldın neyse. Değil ha? Yemeğini yiyir. Gitler bak oradan durup neler. Mış bakırlar, bana bakırlar. Değil ha? Geçen orası dikkat çektim. Sağ olsun büyün o askılı oğlan Aslan ustaları gönderdi. Büyün değil ha bak. Geçek geldi çekti. Ne bir çek girir ne bir şey. Öyle rahat geçe hava alır. Ha? Ama girir. Cirsene sıkılacak. Girme gel. Geçe buradan bir cennet gelir sana hava. Dur oradan bakırlarmışmış. Bir şey gelip buraya gelsin kışkırırlar. Bir şey yürürler. Ema. Nerede oradan baxırsan? Sağ ol, yaxşıyam, çox sağ ol, necəsiz? Ciyər yiyəcəm, kuzu ciyər, kartoşka ilə mələməmiş. Acından da böreğim gelir. Allah'ım bu. Espero, necəsən? Dünən sipama getdim, espero. Sen gücün var Serap kendini. Sen tıklamamla parçalayalım. Az forstan. Az da yaxşı, həqqi. Forslandım. Nəyə forslandım? Az
Mən forslu kişilərdənəm. Bu bir telefon olmaz. Şefe yemekliğim çekmişti. Kebab da yiyeceğim. Eğer doymasam kebab da yiyeceğim. Hiç kimde bana şey demesin. Doymasam diyelim ha. Səhər yemək yeməmişəm ha. Allah haqq təsəl səhər yemək yemirəm ama bir dəfə yemək yerim. Bu da deyib gecələri. Ciyar, kartoşkayla ciyar. Kuzu ciyarı. Kebabım da var. Teşekkür ederiz Sanetciğim. Kızlar, bir nəfər 10 nəfərə paylaşın ki oxuma və ya oxa. Atın bir nəfər 5 nəfər paylaşın, bir K olsun. Hoş geldin kendine şuraya. Tamam efsane abicim. Allah ne güzel da. Yarada düşüp de. Elimin her iş geldi. Her iş. Çok sağ ol. Sen kalk geldi yoksa kalk gelsen sen. Koymuşsan qarpız sənzeri. Səhərəcəm sporunu çalışacağım. Ağzıma aralayacağım. Bir istəkəm, qatıq tökəcəm ağzıma. Səhərə mən qalanı alacaq. Da qarpız qutanında yiyeyim. Ay səhər çox sağ ol canım. Qarpız qutanında şey eləyəcək. Sezonu. Da qarpız sezonu tamam. Avqustda gəlib ha. Baxın. Salata da əlvida demişəm. Bu çıxandan yemiş də. Qarpızla yemiş xoşlayıram. Sabah akşam tərəfi 7'də toydayım. Qonşunun kızı getdi, aldı diz getdi də. Allah xoşbəxt eləsin. Mənim üçün olsun ən çox da. Espero çok sağ olun.
O zaman kaka. Mənim üstünə peşin yemisən. Yazıq mənim yeməyimi yeyim. Səhər yeməyimi. Sən yeməyi tərk etmişəm. Bu səhərdə tezdən durum. Yox, tezdən yox, saat 11-12-də durum. Yemək yeməyim ki, axşama kimi acım. Toyda pul yazdıracağım da. Bir yerə çox yemək yeyim. Çalışacağım ki, yemək yeməyim. Bəlkəcəm toyda üyüdüm. Ne geldi basıp yedim toyda. Səhər qoyumuna yemək yeyim. Sağ ol Seda xanım. Dəvətnamədə nə yazır? Dəvətnamə demir, Maldiv. Dəvətnamə neyini ki? Mən onun özünküyəm, yadam. Hansıysa? Yok diyemem. Olmaz. Ay canım, bin hanımayıq ki, babuş, Allah sağ rəhmət eləsin. Ölmüsən. Dedim, yox Allah, qavarıya düşmüşsən. Dedim, az sesi danışmayın. Kimsə reyting yığır. Top kimi gözünüzün qabağındayım. Ömrümü sadılar, heç nə. Pırtladım. O elə bir evlənə bilirəm ki, mənim toyumaza kimsə çağıram. Buradan da düşdüm. Qarpız evirik, yoxsa yeyərəm. Bəlkə toyda bir gözə. Baxacam da, indi baxacam. Ay! Ooo, ay nasıl gördün ağaydır. Tırk elədi şeyi. Sıskam. Ben ağarsınız da. Allah sitcom çocuk elədi. İnşallah güzel bir kız görürüm toyda. Ne bileyim, bir-iki xanım yığmışdı məni. Deyir, aslında səndə alınmaz. Aşığını ne bileyim, dedilər. Dedi, o nə tez sizə gəlmək istəyir. Özü deyir, tek gəlim qalam. Bir elə bunun həyəsi nişanı qoyulmuyor. Nə tez? Oy. Geçen yok, partamaya düştüm. Ağzıma hakimde tutup verin sen de. Orada. Değil mi? Fenomen adamım. Peki baktılar.
Tutturum 3 dənəsini də qoyun, amma çörəksiz yeyəcəm. Ciyar dadlı idi, mənim nəfəsim kəsən bu qarpız oldu. Boşqamı qıramına düşüb, çörəkdir. Çörəksiz daha bax qoymayın ha çörəyinə yeməyə. Çörəyinə yeməyə qəti sürətlə qoymayın. Görürsünüz ki, çörəyə əl atam, oradan qışqırın. Qışqırın, mən işimi biləcəm. Zaman Dubaylarda kif çəkir. Mən də burada çürüyürəm. Dubaylarda kif çəkir, mən də burada çürüyürəm. Elə bir sınıxıb. Hələ bir dəfə Bakıya gəzməyə getməmişəm. İndi mən getsəydim, bəziləri alaşaydı əlinə bayrağı. Boşa baxın, ay camaat, gedib Dubaya. Dubayda gəzdir, deyəcək ona baxın. Camaat Amerikanı, zaten Amerika'ya gəzir. Mən gedəndə mənim daşım ağırdı, bir də əysim tüstülüdür. Hamıyorlar mı? Ha, yox. Yüngül telefon evinə söz soğuk. Telefon evi kimdir? Bu kimi tanımadım. Baba şu günaydın almışam. Gedirsən 20 yanvar, 20 yanvardan düşürsən Preken'dan aşağı, düşürsən, orada girsən Sulu Təpəyə. Sulu Təpədə orada da yazılıb ki, şortikli mənzərə. Şortikli mənzərənin içine girirsiniz, oradan bu şortikdən alıb çıxırsınız. Yaman Rozili'dir ha. Yaman Rozili'dir. Orxan kimdir? Ayla Orxan tanımadım axı. O kimdir Dubayda? Mən bilmirəm kim Dubayda. Mən sadəcə söz gəlişi dedim ki, cəmaat Dubayı gəzir, mən də qalmışam buralarda. Orxan kimdir? Tanımadım. Mən ona da söz soxmuram. Valla, yəni mən deyim cəmaat Dubayı gəzir, hələ buna baxıb Bakıya da getməmişəm o saat. O kimdir, mən onu tanımıram. Cəmaat Dubayları gəzir, mənə baxam hələ. Qalmışam belə. Kim qorxacaq aslında, mən ona deyirəm. İndi bildin kimdir? Mən onu demirəm pa səndə pa. Mənim kimlə nə işim? Yəni cəmaat deyirəm mən. O cəmaatdır. Ey! Alo. Alo. Bəli. Ey! Ha? Mikrofonda eşidilir. Qoy səsini alalım. Hə, de. Həqiqi. Bu dəqiqə çıxın. Bu dəqiqə? Yaxşı. Qoyadın sabah çıxaraydım da, nə olardı? Yaxşı çıxın. Evdənizdir. Qoyalım yum gəlim, evdəniz yaxşı. Cəmaat gedir, şortlu geyinir, Dubay'a gəzir az. Mağa gələndə cəmaatın gözü açılır. Allah haqqı, buran haqqı edəriz. Cəmaat şortlu geyinir, Dubayları gəzir. Mum haqqı. Amma mən bir dənə Dubay'a gedim, şortlu geyinim. Buran bütün tiktoklardayım. Buran haqqı, cəmaat şortlu geyinir. Gör çadına söz çıxardırlar. Görüş deyirlər, blanket Türkiyə Dubayları da gəzir. Görüş deyirlər, yazıq canım. Yazıq canım, onun tehlikə deyirlər, adı çıxıb 9'a 28'e. Cəmaat Dubayları gəzir. Mən yazıq bir dənə Bakıya gedən kimi burnundan tökürlər ki, babuş gəldi Bakını gəzir. Nə varam ki, kars eləmirəm dana.
Asolxanı ayları tanımadım axı. Çay için. Yedim az. Çıxıram. Bəli. Şifre. Şifrənə də az. Mənim pulumu çəkmək istəyirsiniz? Ağıllı çıxmısınız ki, sizindir şifrə, ha? Pul var az məndə, yedizdirəcək göz var, bax gör. Bax az. Bax. Alnıma bax gör. Location yazılıb. Location yazılıb az alnıma. Şifrə. Görə pulumu çəkmək istəyirlər. Eldeniz. Hayır. Zina şeyin içinde. Bir məni yığıyorum, hayır. Qıbdan Eldeniz'e mesaj yazsın. Ter çıxardım, hayır Eldeniz. Deyim Eldeniz desə, ha. Deyim, ha. Baxıram oradayım, çıxar. Yazı küzdüm. Bu dəqiqə. Eldeniz. Sərt çıxartan olmaz. Yaxşı, yaxşı. Bir dənə modum gedir. Vallahi mənlik artıq nətər deyirlər üzüm. Əmr böyük yerdən gəlir. Vallahi nağarımdır. Məndən inciməsin. Əmr böyük yerdən gəlir. Bir dənə modum gedir. Neyim? Əmr böyük yerdən gəlir. Vallahi məndən inciməsin. Çıxartdım. Çıxartdım. Eldeniz mənim uşaqlıq dostumdur. Yo. Seda deməm. Məni hiç araya aparmır. Burada canımda bir modum vardı, onu dedi çıxart. İnşallah inciməz. Yo, hissi yo. Xanımdır. Yox, hissi xanımdır. Çıxartdım artıq da, yəni çıxıb. Telefon. Ağzımda deyirəm xanımdır, deyir telefon evini. Ay başı, xanımdır, xanım. Niyə qorxursan be? Hə, bildim kimdir. Nez yazır ki, bildim. Vallahi mənim pisi. Hə, bildim kimdir. Niyə? Səbəb? Vallahi onu Eldeniz'e yazın artıq. Mənə yox, Eldeniz'e yazın. İnşallah yanım. Eldeniz'e mesaj yazın. Yo, Lara xanım deyim. Sən Eldeniz'i idarə edir. Xeyr, mən Eldeniz idarə eləmiş. Effekti götür. Nə olub bunu azma, effekti götür. Dəyiş söhbəti. Hər şeydən danışın uşaqlar. Buna bax, pişik hiç hızlı deyil o gün qolum. Səndə mod çoxdur. Ay, telefon evi, nə ayırım ki? Modlarım. İstəyirlər, mən də verirəm. Bilirəm modum çoxdur. Eldeniz məni idarə eləmiş. Eldeniz mənim uşaqlıq dostumdur. Vəssalam. Dalaşsaq da bilik, barışsaq da bilik. Mən Eldenizi tanıyanda hələ həyatda heç kimi tanımırdım. Vəssalam. Söhbətdə də dəyişin artıq. Eldenizdən bütün günü bir gedirəm. Bakıya gedirəm, Eldenizdən gedirəm. Hər gedirəm, Eldenizdən gedirəm. Dalaşsaq da, barışsaq da, didişsək də yenə də birbirimizi istəyən adamıq. Pis yox. Qırışsaq da, barışsaq da bir yerdəyik. İsteməklə deyilə, burada ola səssizə atmalar. İsteməklə deyilə, burada ola səssizə. Valla mənim moderatorlarım çoxdur, amma səssiz atan yoxdur. Söyüşün bir qəpiyi olur. O moderatorlar elə eləməlidirlər ki, bir dənə burada söyüş getməməlidir. Yazan kimi səssiz. Bir şeyin orada da deyil ha. Yalayır özünü. Yox, Seda xanım, yaxşı modsuz siz. Mən əvvəl bir gündən demişim, siz yazanların hamısını burada cavablarını verirdiniz. Mənim heç kimlə problemim yoxdur. İhtiyar sözdədir. Nə şanslısın yoxum. Arkadan alım, TikTok yox idi. Onda Odnoklassnik idi, Odnoklassnik. Girdi Eldeniz'den ora. Nə, kimsə sildi sabitini. Niyə sildin telefon evinin sabitini? Qoyadın görədin nə yazdı? Mən sildim, gördüm.
Qoyaydın baxaydın da, ha? Ne yazmışdın telefonu, oxuyamadım Allah haqqı. Necə hər şey olar. Aha, Abdullahinlər da burada dalaşacaqlar ya. Lazım deyil, getsin öz modlarını azatsın. Həqqi, telefon evi modu, hə. Telefon evi o nə modlardı qoymuşsan? Bir gün gəlim qız sıcı, birində gəlim mızıcı. Cürbətül adları moderator eləmişsən. Nez mənim üçün başqadır. Yaxşı. Aya dur. Aya dur. Aynı kişi kimi danışırsan, o sözdə kişi sözlərdir. Aya dur, Allah haqqı. Yaxşı, vallahi kişi kimi danışır, görmürsünüzmü? Dur. Ben niyə bunu demədin aynı? Denən, dur saatda 180'la. Onu da derim dana. Dubai'də istidir, yəqin küləkləyir. Fikir vermə. Allah sənə qurğun başa düşəcək, yazdı mənim canımda. Alo. Salam babacıq, axşamın xeyir. Abətin xeyir. Necəsiz, nə var nə? İşte bir qazancı yarını yemişəm, oturmuşam, izləyicilərimə söhbətləşirəm. Babacıq, kim nə yazır, fikir vermə canım yəni. Həqqı. Hə, fikir vermə. Eldən istəyim, dostumdur, bratumdur, fikir vermə canım. Hə. Biz hər yerə bir gedirik. Necə? Biz hər yerə bir gedirik. Hə, düz edirsən, ona deməkdir. Düz edirsən, fikir vermə. Mən sizi xaricdən izləyirəm, bura nömrəsi olmağına baxmam. Hansı xaricdən? Mən yesin kütürəm. Hardan? Yesintindən, hardan yazılı bitkidən? Yesin kütü. Yesintiki. Ora harada qodanam? Yesintiki harada uşaqlar? Rasiyadır. Hə, ora. Elə bildim sən də Dubai'dasan. Yox. Deyirəm ay kişi, sana bir dənə söz deyirəm də. Həqiqətən mənim əhsim tüstülüdür. Deyilən niyə? Buradan bir dənə Bakıya gedib kars eləməyən kimi, baboş gəlib Bakıya, elə bir camaat Dubai gəzir, şort 2-də geyinib əyninə. Bir dənə şort 2 geyinib TikTok çəkmişəm ki, nədən mənim darvazamın üstünü reklam eləmişəm. Hamı şort 2-mi reklam elədi. Ruzili şort 2-dir, Ruzili. Camaat Dubai'nin ortasında şort 2-lə gəzir, ayaqlarından da bir vedrə düy. Gəzir, onun adına söz çıxmır, ona heç kimi işlə demir. Hamısı paxıllıqdır, hamısı paxıllıqdan. Paxıllığı çəkirlər. Bugün Bakıda yaxşı toy olmalıdır. Nə yaxşı dəvət adamsın. Kimin toyuna? Düzdür bir rejissorun toyudur. Buradan gediblər o. Türkiye aktyorlar hamısı oradadır. Mən dəvət almıyormuşum. Hansı aktyorun toyudu? Bugün rejissorun toyudur. Hansı rejissor? Adil. Mən nə tanıyıram, arkadan olma Adil'i, sən elə danışdın ki. Elə bir məktəb yoldaşımdır. Tanımıram, eləmirəm sən Allah. Sən onu bırak, cəmaat Dubai'da gəzir, Dubai'larda gəzir. Şort geyinində. Dubai'da hamı şortiklə gəzir da. Amma mən Bakıda olmaz da. Bərdənin istisindən bu dəqiqə ölürəm. Ölürəm Bərdənin istisindən, başa düşürsünüz. Cəmaat ayıbqadan alın, Dubai'ların ortasında. Niyə yaxşı suyundan baxır, yoğun işləm. Yoğun şlaqla gəlsin, suyunu nə dəxli? O qapı yaxır. Onun boş o evin qabağında kafel qoydurmuşsan oradan axsın bir altına da, nə olacaq? Sesi danışmaya da ki, tutu suyun altına sətəlcəm oğlum. Sağ ol. Sağ ol. Sağ ol. Geldi. Axırda xarafladı. Deyib tutuşlankı gir onun altına. Çeki pis yazdı. Hakkı ne yazdı ki? Sikirin elini atın ha. Ne yazdı çeki? Yazdılar ki çeki pis mesaj yazdı. Oo ay çekili eli. Oo ne yazdı o? Ay çekili onu satıyorsun. Neyle mesaj yazdı? Siz onu yazın. O zayıf da az. O ne qaldısa keçmişlərdə qalıbdı. Elə söz niyə danışırsan ki? Hamı dalaşır. Sən padurqalarla dalaşmamısan. Hamı keçmişdə dalaşır da. O unuduldu, getdi keçmişdə qaldı. Niyə elə yazırsan ki? Qoftan yara. Niyə iş yaraşdırmadım ha çek o sözü sağ? Allah'ın dostsun. Əlbəttə ki, küsur xətirimə dəydi. Nə qədər olsa mənim dostumdur, ay Çiki.
Sən indi mən canlı görməmişəm, sən də moderatorumsan. Həmişə itirmərəm, məni hər bir yerdə müdafiə eləmirsən. Heç vaxt mənim yadımdan çıxmaz. Amma mənim dostum haqqında o sözü niyə yazırsan ki? Ayıbdır. İndi Atacan bax yazdığına fikrini elədim. Atacan özünə bax, gör, nə söz yazmışsan sən. Bilirəm, müdafiə edib, heç vaxt unutmaram onu. Amma o da mənim dostumdur axı, biz bir yerdə böyümüşük. 2005-dən 2007-ci ildən bir yerdəyik biz şeylə. Evdən. İndi o heç kim qarışmasın. O keçmişdə qaldı, qutardı, getdi. 40-ın davamımız oldu. Onda da günah oldu, məndə də oldu. Bağlandı, söhbəti unutdu, getdi. Cəmaət bu dəqiqə qardaşıyla qırır bir-birini, düşmən olur, 1 il, 2 il. Atasıyla dalaşır, nə cür? Hamı ilə dalaşır da, dabalaşır da, qırışır, sonra barışır. Əsas odur ki, kinli deyiləm. Bağışlamağı da bilirəm. Nə yazdı? Heç nə? O gün Mirayın, məni hər yerdə müdafiə eləyibdi. Bütün yorumlarımda Çiki məni müdafiə edib, hamının payını verib. İstə ekran kayıtlarında, heç vaxt yadımdan çıxmaz. Amma nə olur, Çiki, əsəbisən, çıx sonra girərsən. Hörmətsizlik eləmə, əsəbisən, indi mənə əsəbləşmirsən, çıx birazdan girər, sabah girərsən. Amma heç nə yazma. Babaş, sən izlən şirinsən, həqqi. Heç nə yazmasın, Çiki. Emin avangardın modudur. Sən danışmırsan ondan, amma o moddur. Neyinirəm ay qalib? Qutardı getdi də qadan alım. Dəstək oldum ha, reklamını keşət şəkildə elədim. Bir elə alıcı getdi. Pis oğlan deyil avangardda. Dəstək oldu. Mənə dedi dəstək olduqlarım içindən ən içindən razı olduğum sənsən. Qayət edik, içindən razı olduğum sənsən. Sən halal olsun ki, yalnız sənsən. Heç vaxt itirmədin. Gəldin videolarıma təkrar paylaşım vurdun. Videolar çəkdin, paylaşdın. Bütün günü yayımıma gəldin. Atdıqlarımı deyir, heç bir maşın atmayıbdı. PK-larım oldu, sağ ol. Gəldim ha, şir atdın, universal atdın. Məndən razıdır. Amma da qutardı, dolanmırıq. Başa söz gəlir burada sabit deyir. O mən də ona elə söz deyirəm ki, mənim də ağzından bir quş çıxır. Dolanmırıq. Xoşluqla, o yoluna, mən yoluma. Mən artıq onun adını çəkmirəm, ondan da işim yoxdur, ondan mənlə. Pis oğlan deyil, onun az çörəyini yeməmişəm. Həqiqətən deyirəm, onun az çörəyini yeməmişəm, o mənə çox dəstək olub. Çox. O yaxşı insandır. Olur da indi elə insan var ki, sözləri çəpkəri dolanmırlar. O əsab adam məndə danışığını bilməyəm. Onda nevrozluq var, nevrozdur o, nevroz. Amma Çiki yenə elə söz yazmır burada, xahiş edirəm. Dayanı, mənə bircə 40 hörmətim varsa, ona elə sözlər artıq əsi yazma. Kim nevrozdur? Avangard pərdə. İndi olsun da modudur. Onunla dostdur. Oturmuşuq da, Bakıya gələndə görüb də bizi, nə bilim, Sədərəyə gedəndə Eldənizdən getmiş onun yanına, sağ olsun, qabağımıza işçiləri özü çay gətirib qoyub. İndi mod eləyib də. Elə mən avangardla küsü danışıram deyən Eldənizə küsəsi deyil ki. Salam. Miray hamınızın içini atır. Nəyəm için atır ki? Mən heç Mirayın nömrəsi belə yoxdur məndə. Mirayına məmnə alıb vermədiyim. Miray hamınızın içini atır. Ay qadan alım, Eldəniz mənim uşaqlıq dostumdur. Sən, indi onun yazanı yazır ki, niyə aldın modu? İndi sana bir dənə söz deyəcəm. Sən moderatorunu seçərsən, yoxsa uşaqlıq dostunu? Bir dənə onu mənə biri desin görüm. Sən moderatorunu seçərsən, yoxsa uşaqlıq dostunu? 2007-ci ildən bir yerdə. Hər bir yerə bir gedirik. Hər bir modu, o təpəyin o deşiyi haqqı modu seçərsən. Hələ bu bir dəqiqə dedim, mən inandım ki, modu seçdim. Alo. Alo. Bəli. Baboş. Salam birincisi, səni narahat eləyirəm. Amma mikrofonunu çıxar, telefonu bir dəqiqə qulağına. Niyə izləyicilərimdən gizlinim yoxdur? Mikrofonda deyil. Yox. Sonra xətirdən deyəcək. Deməyəcək. Denə mən də cavab verəcəm. Az moderatorundakisi telefon evinin dostu deyil, sən nə danışırsan? Sən ses alırsan kimisə. Beşə başqasıdır. Ay mama, şeydə Allah boşuna daş salmasın. Bu yaz əlim üzümdə qaldı, Allah haqqı. Deyişin. Danışma. Ses alvası deyişini mən görmüşəm telefon evin dükkanında. Mərifətli, qanacaqlı bir oğlan. Qarayanız mərifətli, qanacaqlı bir oğlan. Sakit, utancaq. Az, sən nə danışırsan az? Sənin nömrəni istəsə məndən verəcəm. Mənlik deyil. Çünki özünüz aranızda hall edib bir-birə cəmaatın içində o sözü dedin sən. Vallahi verəcəm istəsə.
Göre sənsin tanıyırsan. Yazıq. Allah haqqı. Nömrəni ver. Bana dedim ay xanım, bax məndən incimə. Sən qoşulsan cəmaatın içində o sözü deyirsən. Ayıbdır. Bu, deyə telefon evimi istəyə yaptı. Allah haqqı. Verəcəm ay telefon evi. Alo. Yo, videolar var da səhifəsində paylaşır dostlarıyla, tanışlarıyla. Onu dedi. Ne olur? Ha. Ne olur? Heç nə, bir dənə kimsə bir xanım idi, zəng elədi. Allah tanımıram. Hə. Dedim mikrofondan çıxıb, mən dedim ay xanım, mənim izləyicilərimlə nə bilim belə söz danışacaq. Mənim dedim izləyicilərim ki, sizin işləyəm yoxdur. Qayıt dedi ki, o hissi var, hissi. Hə. Heç nə, pis xoşa gəlməyə söz dedi. Ne deyip ki? Bir kişilərlə video çəkir, paylaşır. Zor edir. Dərdə. Zor edir. Kimə nə dəxli var? Kim nə ürəyi istəyir paylaşır. Qadınla paylaşmalıdır. Adı da çıxsın ki, bazdır. Dostları ilə paylaşır. Mən də bütün günü oğlanlarla video çəkib paylaşmışam. O deməkdir ki, oğlana tamahım var. Bu nə dar düşüncədir? Aləmi vurursan, sən bax burada orada elə oturursan mış. Buradan daşı götürüb elə ataram üstünə, ha baboş. Ben sesi tanımıyorum, nə var? Mən tanımıram, eləmirəm. Sən elə mış. Bax mış hamın aləmi vurursan bir-birinə. Oo, ay bacı mənim üçün, ay cəmaat. Bacı kimdir? Bacı kimdir? Ha? Bacı kimdir? Bacı. Ya kimə deyirsən bacı? Sağ dedim. Kimə deyirdin bacı? Ay yo, çarıqdım. Mən sağ demirdim bacı. Ay Allah'ın dostu bilmədim məni. Hər şey mən onun payını verdim. Dedim, az üstü kimi mərfətdə oğlan var, az dedim. Dəlisən sən. Vallahi. Allah. İçində bir an biləm ki, maskası cırıldı içində. Yazıq. Qoşma, qoy partlasın. O biləm indi mənə yığacaq, mən də onu atıram bloka. Lara xanım sağ ol, atmaya ay Lara. Lalə xanım nə də Lara xanım? Lara dedim, sənin qulağından Lalə sözü düşmür. Lara dedim mən. Sağ ol ay Lara xanım. Nəm? İsibeliş. Ne yazmayın ha oradan isi haqqında. İsibelişlərim var imiş. Mərfətli qanacaqlı oğlandır. İsini mən gözümlə görmüşəm. Çox mərifətli uşaqdır, çox. O eşitirsən mən, yəqin kimsə abijnikdir, toldaq abijniklər. Yəqin kimsə abijnikdir, o elə şey eləyir. Biz yetimlərin o qədər abijnikləri var ki, 1-dir, 2-dir, 3-dür, 4-dür, 5-dir, günü-gündəndir. O toxumu atırsan torpağa düzərir, günü-günündən də düzərir. 1-dir, 2-dir, yetim birisi də düşüb onların toruna. İsi kefələ qardaşın altında. Bəlkə başqasını deyirdi, bunu demirdi, kiri səndə. Yanğına körüklə getmə. Başqa isi var orada, səndən mod yoxdur axı başqa isi. Nədən mod mənim isini deyir, baxın. Sənin isi özdə. Nədən mənim modumdakı isini deyir də. Heç nə baboş, mən istidəyəm burada çıxdım görə səndən o mənim iska servis mənim modum deyil. Mənim modum isini deyirdi. Mən də payını verdim ki, isi kimi mərfətli olan yoxdur. İsi yaxşı uşaqdır. Özün də bilirsən ki, qabiliyyətli də uşaqdır. Öz utancaq, heç başın qaldır danışmır. Özü utancaq. Belə salidində uşaqdır. Kiməsə də sözü olanda o hürmür. Promoy zəng gelir, sözü üzə deyən oğlandır o. İsi burada çıxmıyor, buradadır. İşte düşün, o hürənlərdən deyil, o promoy sözü üzə deyən. Rost isi, incimə, əsəbləsən qoşmaram, söyüş saat çıxarar. Qoşma lazım deyil, isini biraz da qoşub eləmə. Əsəbləşərsən, indi mən nömrə, yaxşı isi verəcəm. Lazım deyil, istəsən də şeylə. Özün təhlükdə danış, başa sal ki, belə niyə elə cəmat? İstidir ora. Dəhşət istidir burada da isti var. Toyda sana sabah. Telefon evi spama getdi. Ay Allah. Telefon evi səni vurdular qaqa. Səvə getdi səndən gələn. Bu yer mən nə vardım yazıq? O yaz bir dəqiqə mən də gedəcəm. Bu ağzım kildən. Ağzım. Açılmayacaq ağzım. Havayı şey eləməyin ha. Açılası deyil. Onu vurublarsa mən də vura bilərlər. Sən Allah 2 saat bir işləmiş çıxdım. Yazıq olmaz. Vurmayın sən Allah məni. Bedin sən nə olur mamma rujunu atırsan? Qoy danışarıq. Qoy da şey eləyərik. Eldən. Aləm qarışdı bir-birinə. Get. Qoyuram. Başı nəyə qorxuram ki eldənizdən? Eldənizin yanında gözü kölgəliyim yox, bir şeyim yox. Nəyindən qorxacam? Dostluq, hörmət qoyuruq da bir-birimizə. Davamız yox, şavamız yox. Bu Allah səni saxla, eldənizdən qorxursan. Vallahi qorxmuram. Siz indi dava axtarsınız, amma mən o sizin tuzağınıza düşməyəcəm.
Bəziləri yazır, tuzağınıza düşəsi deyiləm ha. Quran haqqı düşməyəcəm. Bu, pöstür naz. Ondan qorxsam, bundan qorxsam, bundan qorxsam, bundan qorxsam. Çünki ekran kayıtlarının altından Eldəniz haqqında yaxşı söz yazmamışdı. Bunu da sikirini eləyiblər, atıblar şeyə. Eldəniz də deyir ki, ya mən ya o. Hansımızı seçirsən? Ya mən ya Çiki. Çiki ekran kayıtlarının altından yaxşı xoşa gəlməyən söz. Bunu da sikirini eləyib atıblar ona. Deyir ya mən ya o. Deyir ha. Kim kaldırdı? Emin ne yazmışdı aynıyız? Oxuyanmadım Çıx. Nə dedi ki Eldəniz? Bilmirəm də indi özü onların öz aralarındadır. Mən də şey eləmirəm. Mən Çikinə bir problemim yoxdur ha. Mən görsəm orada demişəm, mən haqqa qoyub şeylə danışası deyiləm. Ki məni hər yerdə müdafiə edir. Çiki unutmaram, yadımdan da çıxmaz. Görsəm hər yadımdan çıxmış. Çox qəlb qırıcısınız, çox. Bəzi, Allah haqqdır. Çox qəlb qırıcısınız. Bir-birmədən adamı elə ki şimdi yargılayırsınız ki, hamınıza aid deyil ha, o bəzilərinizə. Hamınıza aid deyil. Hamınıza aid deyil, bəzilərinizə. Biz soruşursunuz ki, nə səbəbə Eldəniz çıxartdırır, nağayrılır, neynir, nədir bu problem? Olsa qorxdunuz. Ancaq elə deyirsiniz. Eldəniz mənim bir yavrum boydadır. Eldənizi nə ilə qorxacağım? Bir dəfə, bax belə də, əl vurmayacağım, bax, bir dəfə, fürsüm gedəsidir Eldəniz. Telefon səhifəsi getdi. Yox, səhər telefonu ki, səhər deməli, səhər axşam, o birisi axşam 2-də çıxarsan da, yəqin ki bir gündən getmirsən. Pıkel, qorxsan Eldənizdən. Az Allah haqqı yox, az qura. Sabitlə İsiyə deyin, mənə yazsın, mən onun İsilə. Dey, ay İsi, qız dey, həmin xanım buradadır. Gedirdi. Nə oldu, az qorxdun? Moderator mu deyirdin sən? İsiyə deyin, mənə yazsın, mən səhv salmışam. Hanı dey ha, dey nını, nömrə. Mənə bir dəstəkçi yazıb ki, salam qaqa, necəsən, o biri isini deyir. Emin yazır ki, qoş. Emin, telefon evi getdi Sipamaya, sən də gedərsən. Salam aleyküm. Salam. Axşamınız xeyir. Axşamınız xeyir. Burada uşaqlar, bəziləriniz yazırsınız ki, Baboş Emin'dən qorxdu. Baboş Emin'in yanında və yaxud da kimsənin yanında nə iş görür ki, kimdənsə də qorxa? Nə iş görür ki, kimdənsə də qorxa? Nəyin ki, Emin'in, kimin yanında nə iş görür ki, kimdənsə də qorxa? Bu bir. İkincisi qalan yerdə də bildiyinizi də danışırsınız, bilmədiyinizdə. Bilmirsiniz qazanda nə pişir, elə deyirsiniz oradan da bir çömçə bizə çək. Başa düşdünüz? Qaldı da ki, mənim düşmənim, mənim dostumun yanında ola bilməz. Əgər mənim düşmənim mənim dostumun yanındadırsa, deməli mənim dostum da mənim düşmənimdir. Başa düşdünüz? O bəziləri var, bildiyini də danışır, bilmədiyini də danışır. Eldənizdir, uşaqlar. Başa düşdünüz mənə? Mən Baboşun pis günündə də yanında olmuşam, yaxşı günündə də yanında olmuşam. Bilmədiyinizi danışmayın. O bəzilərinə aiddir o söz. Heç kim də heç kimdən qorxmur. Allah'a şükür. Hansı devirdə yaşayırıq ki, kim kimdən də qorxar. Heç kim heç kimdən də qorxmur. Gedirlər, 5 dənə fake açırlar, gəlirlər ona yazırlar, buna yazırlar. Ağlınıza, o bəziləriniz ağlınıza gələni danışmayın. Bir işin içini bilin, ondan sonra danışın. Mənim düşmənimdirsə, deməli mənim düşmənim mənim dostumun yanında ola bilməz. Deməli mənim düşmənim mənim dostumun yazır, deməli mənim dostum da mənim düşmənimdir. O qız mənim düşmənimdir. Qısa və konkret. Sağ hədiyyatdır Eldəniz. Çox sağ olsun. Madam arıcın atır. Çox sağ ol, Bedni. Bu bir. Əgər mənim dostumun böyründə mənim düşmənim varsa, deməli o da mənim düşmənimdir. Oyda, nə qədər tatlı. Sağ ol, qızışmışsan. Bedni. Qaldı da ki, mən Baboşla dalaşaram da, barışaram da, o bizim aramızda olan bir şeydir. Heç kimi ilgiləndirmir. Başa düşdünüz? Heç kimi ilgiləndirmez. Biz bu günlərim dalaşarıq, səhər barışarıq.
Onu heç kim ilgiləndirməz. Heç kim də işinə qalmayıbdı. Heç kim bizim işimizə qarşı. Hayır Dəniz, mən onu demişəm də qaqa. Dedim biz dalaşar, elə olur ki qardaş qardaşdan elə bir sözlər danışırlar, elə bir sözlər deyir ki, elə olur ki 2 il küsül olur, elə olur 5 il. Hamı dalaşır, barışır da bu cəmaət dədəsinə də dalaşır, barışır. Kim dalaşır, barışmır ki? Niko, çünki bir ayda mod yox. Çünki bir də moddan çıxmışdı, təzədən bir də moda qayıtmışdı. Ona görə. Bu səfər konkret istəmirəm. Əgər mənim dostumun böyründə mənim düşmənim varsa, mümkün deyil, ola bilməz. Biz ona nədir? El olub ki, Baboşla bir kravatda ayaq baş yatmışıq. Bir boş qafda yemək yemişik. Baboşun ona nədir? Çox TikTok yox idi, amma Baboşla biz yenə də dostuyuq. Hə, düz deyir. TikTok yox idi. Biz yenə də birlikdəydik. Yox idi onda. Allah haqqı. Yadına gəlir Eldəniz. Girdik Odnoklassnikə. Odnoklassnikə mən girib qızlara yazırdım. Mənə yazırdı. 5 manatlıq kontur göndər, nömrəmi verim, tanış olacağam. Hə, mən də götürməyim konturum olmurdu. Nənəmin telefonundan götürüb yüklürdüm onlara. Tez məni aldadıb atırdı bloka. Yadına gəlir nə qədər konturlarım gedirdi. Götür nənəmin telefonundan yüklürdüm. Yəni deməyim odur ki, biz bugünün dünənin adamı deyilik. Biz illərin adamıyıq. Kim nə desə də, kim nə eləsə də uşaqlar, kim ki qıraqdan müdaxilə edir, Allaha and olsun o ətlə dırnağın arasına girir, iylənir, çıxır qalır qıraqda. Yadınızda saxlayın. Nəysə ki, çox şeylər var danışmam. Burada da gəlibdi, mənə skrindən atıblar. Bayaqdan görürəm. Nəysə. Hayır Dəniz, mən dedim ki lazım deyil. Elə şeylər yazma burada da, yəni ayıbdır. Dedim onu. Sözüm soruya qalsın. Eybi yoxdur. Ona görə deyirlər ki, biraz quyruğunu bas gör nə olur. Bedni yazıb ki, ağzınızı yumun. Yaxşı Bedni, da canlı aparmayaq da ağzımızı yumaq. Danışma. Məni çıxart. Yazıb ki, səhifən gedəcək. Hə, məni çıxart. Çıxdım başıma bəla, ay Bedni. Çıxardıram, yaxşı. Uşaqlar takip atın Eldənizin səhifəsinə. Eldənizin səhifəsinə takip atın. Məni qaqa çıxart. Takibə az olur. Çıxardıram da, sən də qoy bir dənə. Ağzına bir bəni qoymamış, yenə də ay dəpəmə var. Eldəniz, sən bu vaxtda qalan dölüydü. Nə yaxşı yatmışsan? Şokey. Üzün ağ olsun da. Sus pomidor. Susmuram heyva. Bedni nə yazsan da sağ cavab verməyəcəm. İşte deməyəcəm. Nə yazsan gülüş keçəcəm. Uşaqlar, Bedninin getməyini istəyirsiniz. Bedninin getməyini istəyirsiniz. İndi PK eləyəcəm. Bu qaçacaq. Girin PK'ya qaçdım. Nə deyə? Tamam. Çiki yazıb ki, deyirlər ki, Niko yazıb ki, Çiki deyir, balinamı qaytarsın. Hətta istəyirsən, Çiki balinamı, gəl qoşul misafirimə qaytarım. Ad günündə mənə balina atmışdı. Qoşulsun, mən atıram. Yolları xanım, özümün nə olub ki, balansınlar. Atarım, əgər istəyirsə. Onun yazdığını görmədim. Niko yazdı ki, balinasını istəyir. Kimdən oynayayım? Sol ilə oynayayım. Yəqin ki, duzmaram. Görək baboş. Həyatım. Ay baboş, özüm pişirmişəm. Bütün gün sən sözlərimi deyib danışırıq, sən inanırsan. De görüm güclüsən, amma sən güclüsən həmişə. Üstü idimi? Mənə tərgayımım getdi. 16 dənə vinim var idi, telefonum öz-özünə söndü, vinlərim də getdi ay baboş. Sən heç vaxt uda bilməmişəm, amma inşallah bu gün udarım. İnşallah. Uşaqlar, həqiqətən bir dəfə solini udduğum yadıma gəlmir. İnşallah da udarım. Benim də udarım. Ay, baboş, sən mənə heç zat eləyəməyəsən. İndi görəcəyik. Bax, görəcəyik. Böyük danışma. Yaxşı. Sənin dövranın getdi soli. Eləyirdi, yaxşı. Azmağa bax, sənin dövranın getdi. İndi mənim dövranım. Mənim dövranım indi başlayıb. Ay İndi baboş. görəcəyik. İndi bax, gör qaqanla qayıracaq. İndi bax, sənə bax gör, fenomen, bir bərdənin bir nömrəli fenomeni nə ayıracaq? Ay səni mən baboş. Elif koymur diyeyim. Sen Yaxşı da Allah ya. Yana deyən. Tofiq. Ay baboş, gəldi baboş. Başımı salmışam aşağı üzəyə. Bakın, kapistəyə baxmışam. Baxmışam, bakın. Yox, xəbərim yox da. Solma oynatır, Allah qorxuram. Mən də bilməyəcəm ha. Adəm qoş, mən onlarla oynamıram.
Bakın bir ara sağa üzdən Iraq deyildi. Kaydım var, sibutum var, mən eşitməmişəm. O söz deməyə. Sibutum var, az. Sevirəm sən, çox sağ ol. İndi ola bilər bəlkə bəyənməyib, o vaxtlar mənə çox insan bəyənmirdi. Tanıyandan sonra məni sevməyə başladılar. İndi olardı da, sizlər vaxtda çıxanda bu uşaqlar mən belə çox əziyyət üzülürdüm axı. Nazlanırdım, eləyirdim, özümdən asılı olmayan bir şey idi. İndi bəlkə ona indi görürsünüz, indi yanımdadır. İndi oynayırıq, danışırıq. WhatsAppda yazır ki, yayını aç, niyə gec-gec yayın açırsan? Allah haqqı var, Paçinka yazır. Yazır yayın aç, niyə gec-gec yayın açırsan? Deyirəm, az həvəsdən düşmüşəm, eləmirəm. Deyir, həvəsdən düşmə, aç PK-lar ilə pulunu qazan. İndi qabaqda sevmirdi, ola bilər. Tanıdıqdan sonra indi çox istəyir amma. Biz bəyənirik. Ne olsa sizdə canlı hekayədə mən hamısı yürüdü. Bir nəfər xoş söz yazan yox idi. İstəmirəm, onu oynamam, onu da dəsi mən bəyənmir. Nə oynayışım ki? Oynayacam, düz PK yoldaşlarım var, mənə bəsdir. Qarpızın qapını atmam, ördəklərimi parvatam, ördəklərimi yiyir. Ördəklər yürür qarpızdan ötürü. Arada diyeta sal, diyeta mən gidiyor. Durun bir de çaydan altın qalayım, bir de çay içim. Fındığı yedim, yandım. Ağzına bak. Niye burada yatırsan ki? Sev olur ya qadanam. Gidib evdə yat. Gel. Gidib evdə yat. Aysu nə biləm, uşaqlar, nə biləm, uşaqlar, bilmirəm amma mənim çox insan yığır deyir ki, siz də alınmayacaq. Siz gündüz yatırsınız, hə, gecə yatıram, səhərə yaxın yatıram, özümdən asılı deyil. Saat büyün durmuşam, 4-ün yarısı yuxudan. Duran kimi tez gedib toyuqlarıma yemək vermişəm. Heç belə qalmazdım, 4-ün yarısı durmazdım. Büyündə bir dəfə yemək yemişəm, vəssalam, ciyər. Səhər yemək yeməmişəm. Toy harda olacaq? Toy harda olacaq? Mənim qapımda. Mağara alacağım, çadırı sərəcəm, vur çatlasın, toy partlasın. Harda olacaq ay bacı? Restoranda. Yaxşı olay Türkəm. Birdi olub, toy harda olacaq? Cibimdə olası deyil, ha? Mən evlənmirəm, qonşumun qızın toyuydu. Ayniz, nə bilirsən ki, sən ona, mən ona daldalıqda kömək edirəm, yoxsa yox? Bilmədən də xahiş edəm, yargılamayın. Hə, gəlir qapıma, tutaq ki, deyir, özüm yeyək, heç istəmir. Həmişə tuturum, ala deyim, ala, bax, xoruz apar, kəs yeyək. Lili orada yatıb. Mən ona kömək edirəm, o da mənim evimə baxır. Mən onun qoyaram qarşılıqsız. Getdim, mənim dəstəksib italanda, qızı gəldi, baxdı, evmaya xoşu gəldi, gözün, getdim də mən onunla pay aldım. İndi mənim pudelimdən onlar da saxlayır. Yekərdir, nə boyda eləyib. Yo, toyda canlaşmaram uşaqlar. Qız toyu, oğlan toyu bir yerdədir. Mən oğlan tərəfdən heç kimi tanımıram orada. Toyda qız tap. Baxacam.
Salam. Türkan deyir mənimlə evlən. Türkan məni bəyənmir. Dost gözündə görür. Çayın içməyin gözünə girsin. Çox sağ ol. Təşəkkür edirəm qəşəng sözünə görə. Ay Türkan'ı iyi insan Allah elə demə. Olsa da elə biləcəklər ki ciddi deyirsən. Gidim yatdım eyda. Saat 3'tü. Çok geceye kalanda başım xarab olur. Pek eləməyə də heç kim yoxdur. Öpürəm sizi. Allah sizi xoşbəxt eləsin. Yatıram.